Qış gələn kimi dəriniz dartılır, qabıqlanır və quruyur. Soyuq hava, külək və rütubətin azalması kimi faktorlar dərinin üzərində qoruyucu baryeri zəiflədir və dərinin nəmini daha tez itirməsinə səbəb olur. Bundan əlavə, qışda daha çox qapalı məkanlarda oluruq və isitmə problemləri havanı qurudur. Bu da dərinin su balansını pozur. İsti su ilə tez-tez üz və bədən yumaq da dərini daha tez qurudan amillərdən biridir. Qış aylarında dəriyə qulluqda ən vacib məqam nəmləndirməni gücləndirməkdir. Amma təkcə krem çəkmək kifayət etmir. Dərini yormayan, yumşaq təmizləyicilərdən istifadə etmək, spid tərkibli məhsullardan uzaq durmaq çox önəmlidir. Eyni zamanda dərini daxildən də dəstəkləmək lazımdır. Kifayət qədər su içmək, omega-3 kimi faydalı yağ turşuları qəbul etmək və dərinin elastikliyini qoruyan vitaminlər dərinin qışda daha sağlam qalmasına kömək edə bilər. Qısaca desək, qış aylarında dəriyə qulluq daha sadə, amma daha məqsədli olmalıdır. Dərini qurutmadan təmizləmək, düzgün nəmləndirmək və ehtiyacına uyğun məhsullar seçmək əsasdır.